Salam əziz şagirdlər, Üzeyir Paşa kanalında hamınızı xoş gördük. Bu günləri 5-ci sinif riyaziyyat kitabının 1-ci hissəsindən səhifə 85 və 86-da olan onluq kəsirlər həll eləyəcəyik. Misalların və dərsin izahına keçməmişdən öncə nəzərinizə çatdırım ki, onlayn dərslərimizə qoşulmaq istəsəniz 051 759 5596 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Videolarımızı bəyənib kanalımıza abunə olmağı unutmayın. Araşdırma və müzakirədə bizə deyir ki, şəkildəki kub əvvəl 10 hissəyə, bu hissələrin də hər biri 10 hissəyə və s. bölündü. Hər belə hissəni adi və onluq kəsirlər necə ifadə etmək olar? Bu bir tamdır. Sonra 10 hissəyə əgər ayrılıbsa, bunu göstərmək olar 10^1 kimi. Sonra hər hissə 10 hissəyə ayrılıbsa, bunu göstərmək olar 100^1 kimi, 1000^1 kimi və s. göstərə bilərik. Bunu 0,10^1 kimi göstərəcəyik, bunu 0,100^1 kimi göstərəcəyik, bunu da 0,1000^1 kimi göstərəcəyik. Öyrənmə. Onluq kəsirlərdə mərtəbə vahidləri. Onluq kəsirlərin yazılışında vergüldən sonra birinci mərtəbə 10^1, ikinci mərtəbə 100^1-lər, üçüncü mərtəbə isə 1000^1-lər mərtəbəsidir. Yəni, dostlar, tutalım ki, mən bir ədəd yazıram. Məsələn, 1/1000^125. Bu təklikdir, yəni 1 tamdır. Bu 1 olacaq 10^1. 10^1. Bu 2 olacaq 100^1. Bu 5 olacaq 1000^1-lər mərtəbəsi. Yəni ki, onluq kəsir deməli, oxunuşda olacaq 1/1000^125. 1000-də 3 dənə 0 olduğuna görə, vergüldən sonra da 3 dənə ədəd olduğuna görə, bu 1000^125 kimi oxunacaq. Məsələn, başqa bir ədədə baxaq. Tutalım 2/10^5. Niyə 10^5-dir? Çünki vergüldən sonra bir dənə ədəd var. Yəni 1, 0 nədədir? 10-da olduğuna görə bu da 10^5 oxunacaq. 2/10^5 kimi. Bunu misalların izahında biraz da daha dərindən həll edərək görəcəyik. Çalışma 1 ilə başlayaq. Onluq kəsir şəklində yazın. Burada 1, 2, 3 dənə olduğuna görə və tamı olmadığına görə 0,1, 2, 3 dənə yer açıram. Sonuncuya yazıram 5. Boş qalan hissələrə də 0 yazıram. Olur 0,1000^5. Bu 1000^73-dür. Tam hissəsi yoxdur. 0,1, 2, 3 dənə yer açıram. Son 2 yerə 73 yazıram. Boş olan yerə 0 yazıram. Olur 0,1000^73. Bərabərdir. Yenə burada heç bir tam yoxdur. 0 tam yazıram. 3 dənə yer açıram. Və 349-u buraya yazıram. Oxunur 0,1000^349. Burada 2/1000^3 verilib. Yəni 2/1, 2, 3 dənə yer açıram. Dənə yer açıram. Sonuncu yerə 3 yazıram. Boş qalan yerlərə 0 yazıram. Olur 0,1000^3. Növbəti 3/1000^37. 1000-də 3 dənə 0 olduğuna görə 3 dənə yer açıram. Sonuncu hissələrə 37 yazıram. Boş qalan yerə 0 yazıram. 7/1000^249. 3 dənə yer açdım. Çünki 3 dənə 0 var idi burada. Burada yazıram 249. Olur 7/1000^249. İkinci tapşırıqdan davam edək.
Sözlərlə verilmiş ədədləri onluq kəsri şəklində yazın. 0 tam mində 143. A variantında yazılacaq. 0 tam mində deyildiyinə görə 3-dən yer açılmalıdır. 143 yazılır. 143. A variantında belə olacaq. B variantı. 11 tam mində 132. 11 tam mində 3 dənə yer açıram. 132. 132 yazıram. C variantı. 5 tam mində 16. 5 tam mində deyildiyinə görə 3 dənə yer açıram. 16. 16. Boş qalan yerə də 0 yazıram. Olur 5 tam mində 16. D variantı. 0 tam mində 347. Mində deyildiyinə görə 3 dənə yer açıram. 347. Mində deyəndə niyə 3 dənə yer açdım? Çünki mində 3 dənə 0 var ona görə. Üçüncü tapşırıqla davam edək. Adi kəsr şəklində yazın. 0 tam mində 7. 3 dənə olduğuna görə 1000 yazacağım bura. Burada 7 yazacağım. Gəldi buna 0 tam. Uşaqlar burada 5-dən sonra yazılan 0-ın mənası yoxdur. Bu nəzərə almaya bilərsiniz. Bunu elə 0 tam %5 kimi oxuyacaqsınız. Bu olacaq yüzdə, çünki 2-dən yer açılmışdı, 5 kimi yazılacaq. Niyə onun məsələsi mənası yoxdur, onu da izah edə bilərəm sizə. Bu belə yazılsa əgər mində 50, bunun 1-0 ilə bunun 1-0 ona ixtisar etsə %5 verər. Ona görə yəni bu 5-dən sonraki ədəddən sonraki sıfırlar nəzərə alınmır. Buna baxaq. 1 tam mində 199. 1 tam mində 199. Niyə mində oldu? Çünki 3 rəqəmlidir. 10 tam mində 1. 10 tam 3 dənəyə 0 yazıram, yəni mində 1. Digəri 8 tam mində 25. 8 tam mində 25. Burası 0,25 yaza bilmərəm. 0,25 deyilən ədədi yoxdur. Buna baxaq. 20 tam yenə 2-dən sonra 0 yazılıbsa bunun mənası olmayacaq. 20 tam %2 yazacağıq. 12 tam mində 222 yazılacaq. 12 tam mində 222. Gəldi buna 50 tam. Belə 500 yazılsa da yenə 5-dən sonraki sıfırların mənası yoxdur. Bu 5 tam onda 5 deməkdir. Ya daha doğrusu 50 tam onda 5 deməkdir. 50 tam onda 5 kimi qeyd edəcəyik. Gəldi buna 14 tam mində 428 yazılacaq. 14 tam mində 428. Səhifə 85-dəki tapşırıqları bitirdik. Səhifə 86 ilə davam edək. Öyrənmə. Mərtəbə vahidləri arasında əlaqə. Bir təklik 10/1-ə bərabərdir. Yəni 10 dənə 10/1-i toplasaq 1 tam edir. Bir dənə 10/1 10 dənə 100/1-ə bərabərdir. 1 100/1 10 dənə 1000/1-ə bərabərdir. Onluq kəsrlərin yazılışında vergüldən sonra 4-cü mərtəbə 10.000/1-lər, 5-ci mərtəbə isə 100.000/1-lər və s. mərtəbəsidir. Hər mərtəbə vahidi özündən soldakından 10 dəfə kiçikdir. Yəni 10/1-dən 100/1-ə keçid eləyəndə, yəni bu 10-a bölünmüşdür. Yəni 10 dəfə kiçikdir. Fikirləş. 0 tam 100-15, 0 tam 1000-150, 0 tam 10.000-də 1500 olduğu necə izah etmək olar? Bayaq sizə göstərdim burada. 0 tam 100-15, 100-15 deməkdir. 0 tam tutalım 1000-150, yazsam əgər 1000-150,
Bunun hər birini 10-a ixtisar etsəm, yenə bu %15 edir. Və olsun da 0,10.000-də 1500. 10.000-də 1500 yazsam da, buradakı 2 sıfırla buradakı 2 sıfırı aparsam, yenə %15 alaram. Yəni, nə qədər bu ədəddən sonra 0, 5-dən sonra 0 yazsam, heç bir mənası olmayacaq, yenə həmin ədəd olacaq. Dördüncü tapşırıqla gəlin davam edək. Mərtəbə cədvəlinə uyğun olaraq onluq kəsiri yazın və uyğun nöqtəni ədəd oxunda göstərin. Bu onluqdur, bu da təkliyidir. Onluğu neçədir? 2, təkliyi 3-dür. Burada da vergüldür. 23 tam gəlir 2, burada 3, burada da 1. Olacaq 23 tam 1000-də 231. Baxaq B variantına. Onluğunda birdə nədir? Təkliyi yoxdur. Yoxdur, yəni 0-dır. Vergül. Onda birlər 2-dir. Yüzdə birlər yoxdur. 0. Mində birlər 3-dür. Yazılacaq 10 tam 1000-də 203. Bu qədər sadə. Ədəd oxunda necə göstərmək olar bunu? 23 tam 1000-də 231-i 23 ilə 24-ün arasında hardasa buralarda 23 tam 1000-də 231-i göstərə bilərik. On tam 1000-də 203-ü də 10 ilə 11-in arasında hardasa buralarda 10 tam 1000-də 203-ü göstərə bilərik. Əsas odur, bilirik ki, bu ədəd 10 ilə 11-in arasındadır. 5-ci tapşırıqla gəlin davam edək. Onluq kəsirlərdə qırmızı rənglə verilmiş rəqəmlərin mərtəbə qiymətlərini yazın. A variantında təklik, deməli təklik, onluq, 10-da 1, ikinci ədəd olduğuna görə olacaq yüzdə birlər. Daha doğrusu yüzdə 8. Yüzdə 8. B variantında yazılıb 51 tam yüzdə 1. Bunun birinci birim mərtəbəsi, yəni ki, mərtəbə qiyməti 1-dir. İkinci birin mərtəbə qiyməti isə yüzdə 1-dir. Yəni 0 tam yüzdə 1. C variantında 0 tam 1000-də 352. Bu mərtəbə qiyməti 0 tam 1000-də 2-dir. D variantında 252 tam 1000-də 542. Birinci 2-nin mərtəbə qiyməti 2-dir. Bu 2-nin isə mərtəbə qiyməti 0 tam 1000-də 2-dir. Y variantı 45 tam 1000-də 729. Bu 7 bir mərtəbə qiyməti 0 tam 10-da 7-dir. F variantına baxaq. Bu 33 tam 1000-də 353. Bu birinci üçün mərtəbə qiyməti 30-dur. Çünki 33 tamdır. Bu onun onluğudur. Yəni 30-dur. Bu 3 onda birlər mərtəbəsindədir. 0 tam 10-da 3-dür. Bu 3 isə 0 tam 1000-də 3-dür. Baxaq G variantına. 404 tam 10.000-də 954. Birinci 4 yüzlüklər mərtəbəsindədir, demək 400-dür. İkinci 4 təkliklər mərtəbəsindədir, 4-dür. Sonuncu 4 isə 404 tam 10.000-də 954. Deməli, bu 10.000-də birlər mərtəbəsindədir. Yəni 0 tam 10.000-də 4-dür onun mərtəbə qiyməti.
6-cı tapşırıqdan gəlin davam edək. Onluq kəsrləri açıq şəkildə yazın. A variantı 34,12. %12 bərabərdir 30 üstəgəl 4 üstəgəl bu edəcək 0,1 üstəgəl bu da edəcək 0,2. B variantı 0,25 0 üstəgəl bu da 0,dır üstəgəl %2 üstəgəl bu da edəcək 1000-5 0,5. C variantı 4,583. Bu sıfırları əlbəttə ki nəzərə almayacaqsınız axırda. 4 üstəgəl bu 5 0,5 bu 8 0,8 3 də edəcək 0,3. D variantı 10,109. 10 tam üstəgəl 0,1 üstəgəl 0 %1'lər mərtəbəsi yoxdur deyə 1000-1'lər yazacağıq 0,9. Y variantı 0,689 edəcək 0,1000 daha doğrusu 0,6 üstəgəl 0,8 üstəgəl 0,9. Baxaq F variantına 21,425 20 tam üstəgəl 1 tam üstəgəl 0,4 üstəgəl 0,2 üstəgəl 0,5. Və sonuncu C variantı 100 tam 10.000-5009 edəcək 100 tam üstəgəl 0,5 üstəgəl %1 ilə 1000-1 mərtəbəsinin qiymətləri yoxdur 10.000-1 yazacağıq yəni 0,09. Yeddinci tapşırıqla davam edək. Doğru olmayan bərabərlikləri tapın və nə üçün doğru olmadığını izah edin. A variantı yanlışdır. Çünki bizə doğru olmayanları istəyir onsuz da. Doğru olmayan məsələn A variantı doğru deyil. Niyə doğru deyil göstərirəm. 3,2 qiyməti 3,2-dir. 3,2-nin qiyməti 3 belə göstərilir. Bu ədədə bərabər deyil. B variantına baxaq. 0,69 bu yazılır %69 0,609 bu da yazılır 1000-609 %69 ilə 1000-609 tamam fərqli ədədlərdir. Yəni bunlar bir-birinə bərabər deyil. Bu da doğru deyil. B variantı da doğru deyil. C variantı dostlar doğrudur. Demişdik ki, məsəl üçün ədəddən sonra neçədən istəsiz 0 yaza bilərik. Yəni buradakı 0 ilə buradakı 0 heç bir önəm daşımır. Ona görə bunlar bu doğrudur. Doğru. D variantına da baxsaq, D variantı da doğrudur. Yəni 5-dən sonraki bu sıfırlar nəzərə alınmır və 0,5 0,5-ə bərabər olmuş olur. Deməli bu da doğrudur. Bizdən doğru olmayanı soruşur.
Məsələn, Y variantı doğru deyil. Niyə doğru deyil? 1000-də 16 yazılır 0,1000-də 16 kimi. Yəni 0,1000-də 16. Bu isə 0,100-də 16-dır. Bunlar bir-birinə bərabər deyirlər. Deməli, Y variantı da doğru deyil. Və sonuncu 8-ci tapşırıqdan davam edək. Hər bir onluq kəsir bir hərflə işarələnib. Onda birlər mərtəbəsindəki rəqəmi cüt, yüzdə birlər mərtəbəsindəki rəqəmi tək, mində birlər mərtəbəsindəki rəqəmi 3-ə bölünən onluq kəsirlərə uyğun hərflərdən istifadə etməklə hansı meyvənin adını yazmaq olar? Deməli, onda birlər mərtəbəsindəki rəqəmi cüt, yüzdə birlər mərtəbəsindəki rəqəmi isə tək olmalıdır. Yəni, belə olmalıdır. 0 tam və yaxud da burada onda birlərdə cüt olmalıdır. Yüzdə birlər mərtəbəsinin rəqəmi olmalıdır tək. Mində birlər rəqəmində isə 3-ə bölünən onluq kəsir olmalıdır. Burada da 3-ə bölünən ədəd olmalıdır. Və bu hərflərdən istifadə etməklə hansı meyvəni yazmaq olar? Onda birlər mərtəbəsində rəqəmi cüt olan budur, 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 bulardır, bu qədər. Yüzdə birlər mərtəbəsindəki rəqəmi təkdir. Bəli, yüzdə birlər rəqəmi də təkdir, burada da təkdir, bunda 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 da təkdir. Bunları onsuz da götürməmişik. Götürmədiklərimizin üstündən xətt çəkək ki, bunlar deyirlər. Aha. Sonra deyir ki, mində birlər mərtəbəsindəki rəqəmi 3-ə bölünən. Mində birlər rəqəmi 3-ə bölünür, 6 3-ə bölünür. Deməli, bunu götürəcək. Mində birlər rəqəmi 3-ə bölünür. Bəli, götürüləcək. Mində birlər rəqəmi 2 3-ə bölünmür. Deməli, bu bizə lazım deyil. Sonra gəldi, mində birlər rəqəmi 3-ə bölünən. Bəli, götürəcək. Mində birlər rəqəmi 3-ə bölünən düzdür. Mində birlər rəqəmi 3-ə bölünür. Burada isə 1 3-ə bölünmür. Deməli, bizim əlimizdə qaldı C hərfi, sonra qaldı I hərfi, sonra qaldı L hərfi, sonra qaldı A hərfi, qaldı S hərfi. Və bu meyvənin adı oldu gilas. Bununla da səhifə 85 və 86-da olan tapşırıqların izahına baxdıq. Onlayn dərslərimizə qoşulmaq istəsəniz 051 759 55 96 nömrəsinə əlaqə saxlaya bilərsiniz. Kanalımıza abunə olub videolarımızı bəyənməyi unutmayın. Hamınıza uğurlar.